Rusiya və Ukrayna arasında 205-in 205-ə formulu ilə əsir mübadiləsi baş tutub. Rusiya Müdafiə Nazirliyi bildirib ki, danışıqlarda vasitəçi rolunu Birləşmiş Ərəb Əmirlikləri oynayıb. Tərəflər həmçinin həlak olan hərbçilərin meyitlərinin təhvil verilməsini də həyata keçiriblər. Ukraynaya qaytarılan hərbçilərdən bəziləri 4 il əsirlikdə qalıb. Mən çox sevinirəm. Təəssüf ki, bu hissi yaşamağım üçün uzun müddət lazım oldu. Orada Azovstalı müdafiə edənlər hələ də əsirlikdə qalıb. Onlar azad olacaqları günü gözləyir. Yaxınlarına salam göndərirlər. Ümid edirlər ki, vətən onları əsirlikdən qaytaracaq. Bəli, ola bilsin ki, bu baş verəcək. Çünki reallaşan əsir mübadiləsi minin minə formulunun ilk mərhələsidir. Hərbçilər əsirlikdən azad olma sevincini yaşayarkən ölkənin başqa bir hissəsində Kiyevdə matəmdir. 14 may gecəsi Rusiya zərbələri nəticəsində burada 24 nəfər həlak olub. Ölənlər arasında uşaqlar da var. 48 nəfər isə yaralanıb. Hadisə yerinə Ukrayna prezidenti Zelenski də baş çəkib. Sakinlər isə həlak olanların xatirəsini yad etmək üçün bura toplaşırlar. Onlar sadəcə yaşamaq istəyirdilər. Bu faciədir. Ölənlər növbəti günə ümid edən uşaqlar və böyüklərdir. Lakin indi onlar yoxdur. Hadisə ilə bağlı istintaq davam edir. Ehtimal edilir ki, yaşayış binasına X-101 raketi düşüb. Xilas edicilər bu raketin fraqmentlərini binanın zirzəmisində aşkar ediblər. Raket binaya daxil olub və orada partlayıb. Bina bütünlüklə darmadağın olub. Rusiyada da vəziyyət gərgindir. Ölkənin bir çox bölgəsi pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Ən çox zərər görən Ryazan vilayətidir. Ölənlərin və yaralananların olduğu bildirilir.